Novruz, baharın nəfəsi, yeniliyin müjdəçisi. Ənənələrimizlə köhnəliyi yola salır, yeniliyə qapı açırıq. Təməni göyərdirik ki, həyatımız yaşıllaşsın. Şirniyyat bişiririk ki, dilimizdə, günlərimiz də şirin olsun. Və ən əsası tonqal qalayıq ki, bütün çətinliklərimiz odda yanıb külə dönsün. Bugün biz Novruz bayramı yaşamağı yox, Novruzun ruhunu hiss etmək üçün buradayıq. Bayramın ən çox sevdiyiniz adəti hansıdır? Tonqal yandırmaq, ailəmlə birlikdə tonqalın ətrafında yığışıb söhbətlər eləmək, tonqaldan atlanmaq və s. Tamam. Necəsən? Yaxşıyam. Adın nədir? Tamam. Ramal, Novruzun ən sevdiyi adət-ənənəsi hansıdır? Bilmirəm. Bəs evdə Novruz bayramı keçəcəksiniz? Hə, Necə keçəcəksən? bilmirəm ana. Bəs Novruz bayramını sevirsən? Hə. Çox sağ ol. Novruzun sehrində bir həqiqət var. Hər şey dəyişir, amma dəyərlərimiz qalır. Bahar yenidən gələcək və biz hər dəfə onu eyni coşku ilə qarşılayacağıq. Novruzun hansı adətləri unudulmağa başladı? Müasir dövrümüzdə istər-istəməz bu törə deyilən anlam var. Məsələn, Türk törəsində, yəni bizim Azərbaycan türkləri törəsində Novruzun adət-ənənələri demək olar ki, həmişə qalır. Novruz bayramı gecə-gündüz bərabərliyi ilə qəbul olunur. Qədim inancımızdan, tanrıçılıqdan əmələ gəlmək. Bir dövrdə Novruzun hansı adət-ənənələri unudulmağa başlayır? Məncə müasir dövrdə artıq qapı tutmaq adət-ənənəsi yavaş-yavaş yaddan çıxmağa başlayıb. Çünki müasir dövrdə məncə buna yaxşı baxmırlar. Amma başqa demək olar ki, tonqal qalama olsun və s. kimi adət-ənənələr hələ də qalır, hələ də onun yerini yetirirlər. Belə məncə qapı tutmaq. Müasir dövrdə Novruzun hansı adət-ənənələri unudulmağa başlayır? Biri bir şey icad edir, sonra o birisi onu təkrarlayır, o birisi bir şey gəlir. Hardan gəlib məsələn kosa? Harda yaranıb? Hansı kitabda yazılıb? Hansı adətdən gəlib? Və bilmirəm, bəlkə də araşdırmamışam, bəlkə də hardansa gəlib də oradan. Əslində Novruz bayramı ateşə inancdır. O da bir din olub, bu da bir qurum olub məncə. Bu da belə əsrdən əsrə gəlib çıxıb. Amma dəqiq bir adət bu. Ümumiyyətlə mənim üçün adət deyilən şey bir şey yoxdur. Novruz təkcə bayram deyil, bir ruh halıdır. İnsanlar gülür, əylənir. Təbiət oyanır. Sanki hər şey yenidən başlanır. Tonqaldan atılan kimi bütün dərdlərimizi arxada qoyuruq. Hər şeyin təzəsi gözəldir. Yeni il, yeni bahar və bəlkə də yeni arzular. Novruz bayramı nə ifadə edir? Mənim üçün Novruz bayramı milli dəyərlərimizi birləşdirən bayramdır. Xatirələrinizdə ən yadda qalan anı hansıdır? Qalanımız qapılara papaq atmaq, Novruz hədiyyəsi almaq, ən gözəli, tonqaldan toplanmaq, hamı bir yerdə olmaq, ən gözəl anlarımız budur bizim. Xatirələrinizdə ən yadda qalan anı hansıdır? Babam hələ rəhmətə getməmiş həmin vaxtlar bir yerdə keçirirdik Novruzu. Onda daha maraqlı olurdu. İndi də keçirdik bütün ailəvi, amma babam olanda daha maraqlı olurdu. Bayramın ən çox sevdiyiniz adəti hansıdır? Bütün ailənin ən sonunda bir yerə gəlib tonqalın üstündən tullanması. Əziz xalqım, Novruz bayramınız mübarək.